Salam uşaqlar, indi summativ nizam verirəm. Deməli, riyaziyyat 5-ci sinif KSG 6 2-ci variantı. Düz bucağın 1/3 hissəsini deyir tapın. Düz bucağımız 90 dərəcəyə bərabərdir də, yəqin ki bilirik. 90 dərəcənin 1/3 hissəsini tapmaq üçün 90-ı vururam 1/3-ə. Yəni 90-ı bölürəm 3-ə, vururam 1-ə bərabər. 90-ı 3-ə böləndə 30, 30-u da 1-ə vuranda eləyir 30. Cavab B bəndi. İkincində deyir A, B, N. A, B, N, bura yəni 62 dərəcədir. N, B, S, N, B, S. Bu bucağı bizdən soruşur. Bura 62-dirsə, bu isə 90-dır. Bu işarə o deməkdir ki, 90-dır. 90-dan, bura 90-dırsa, bu tərəfdə 90-dır. Çünki bura açıq bucaqdır da. Açıq bucağımızda 180 dərəcəyə bərabərdir. 62-sini çıxıram. 8, burada 8-dən 6-sını 28. Deməli, burada 28 imiş. Bizdən nəyi soruşur? N, B, S bucağı. N, B, S bucağı da N, B, S. Bu bucağı soruşur. Deməli, bura 90-dır. Burada 28-dir. Toplayanda eləyəcək 8, 11, 118 cavab B bəndə. Sonra üçüncü suala baxaq. Deyir, düzbucaqlı üçbucağın katetlərini düzbucaqlı üçbucaq deyən kimi bir dənə gəl düzbucaqlı üçbucaq çəkdik. Düzbucaqlı üçbucağın katetlər. Biz bilirik ki, bu da katetdir, bu da katetdir. Bu isə hipotenuzdur. Katetlərindən biri 12-dir. Bura 12-dir. Digəri 14-dür. Bura 14 yazaq, bura daha uzundur. Bura olsun 12. Olarsa bu üçbucağın sahə necə tapırdı? Düzbucaqlı üçbucağın sahəsi 2-də 1 A vurulsun B-yə bərabərdir. İndi bunu tapmaq üçün A-nın yerində 14 var, B-nin yerində də 12 var. Onda nəyə bərabər olacaq? 2-də 1 vurulsun 12 vurulsun 14-ə. İxtisar gedəndə 7, 7 dəfə 2 14, 7 bir yadda 8, 84 cavab B bəndi. Sonra burada deyir x-i tapın. Bu nə deməkdir? Bunlar qarşılıqlı bucaqlardır. Bundan bu isə qonşu bucaqlardır. Qarşılıqlı bucaqlar bir-birinə bərabər olan bucaqlara deyilir. Deməli, burada baxaq ki, nə yazılıb? Deməli, 87 bərabər eləyəcəm 3x üstə gələk 21-ə. Buradan da 3x bərabərdir. 87-dən çıxacam 21-in 6, 66. X da bərabər 66-nı da 3-ə böləndə eləyəcək 22. Bizdən nə istəyir? X istəyir. X-imiz də bərabərdir 22-yə. Cavab A bəndi. Sonra biri digərindən 50. Deməli, birinci X imiş. İkinci biri digərindən 50 dərəcə çox olarsa, yəni X plus